uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tibbi müayinə Ümid Yeri, Azərbaycan Uşaqları İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi və Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyində keçirilib. Aksiyada ümumilikdə 119 nəfər iştirak edib. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi müayinələrə uşaq və yeniyetmələr, həmçinin sığınacaqlarda məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 11 saylı uşaq poliklinikası və 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim heyəti cəlb edilib. İcbari Tibbi Sığorta Dövlət Agentliyi mütəmadi olaraq əhalinin əsas qrupuna aid olan şəxslər üçün səyyar tibbi müayinələr, səyyar tibbi xidmətlər göstərməyi təşkil edir. Məlumat üçün deyə bilərəm ki, bundan öncə də İcbari Tibbi Sığorta Dövlət Agentliyi Ahıl Qocalar evində və uşaq valideynində mərhum olmuş uşaqların və xüsusi qayğıya ehtiyacı olan şəxslərin məskunlaşdığı məkanlarda İcbari Tibbi Sığorta tərəfindən səyyar müayinələr təşkil olunmuşdur. Və səyyar müayinələr nəticəsində aşkarlanan xəstəliklər olarsa, biz o xəstəlikləri stasionarda müalicəsini davam elətdiririk və ambulator müalicəyə ehtiyac olarsa, elə sığınacağın özündə biz onların ambulator müalicə üçün dərmanlarını təmin edirik və orada müalicəsi nəzərdə saxlanılır. Aksiya çərçivəsində sığınacaq sakinləri pediatr, cərrah, nevroloq, oftalmoloq, kardioloq, dermatoloq, ginekoloq, radioloq və psixiatr tərəfindən müayinə ediliblər. Müayinədən keçən şəxslərin bəzilərində xroniki tonsilit, ürək ritminin pozulması, ginekoloji, endokrinoloji və oftalmoloji problemlər aşkarlanıb. Eyni zamanda ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizləri də aparılıb. Laborator analizləri nəticələrinə əsasən sakinlərin əksəriyyətində vitamin D defisiti müşahidə olunub. Mən nevroloq kimi uşaqları müayinə edən zaman bu günlərdə daha çox uşaqların burada faiz çoxluğuna qalanda yetkinlik dövrünə yaxın uşaqlar olduğuna görə 13 yaşdan yuxarı onlarda daha çox əsəbilik, həyəcan hallarının olması, bəzi uşaqlarda yaddaş pozğunluğunun olması, bəzilərində ki əsəbiliklə rastlaşmışıq. Bir müddət onlara psixoloji dəstək lazımdır. Onların bu dövrləri müvəqqəti dövrlərdir. Çünki o dövrü atlatandan sonra onlar rahat bu həyəcanı, fobiyaları keçəcəklər. Birinci yuxu rejimlərinə diqqət eləmək lazımdır. Qidalarına diqqət eləmək lazımdır. Qıcıqlandırıcı, yəni qidalardan uzaq durmaq lazımdır. Daha çox dostlarıyla sözlərini, dərdlərini bölüşməklərini daha çox məsləhət gördük. Bəzi hallarda müayinə nəticələrinə əsasən əlavə tibbi xidmətlərə, müalicə və əməliyyata ehtiyac yaranıb. Həmin şəxslər agentliyin dəstəyi ilə aidiyyəti üzrə yönləndirilib və həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər. Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində 47 uşaq yaşayır, hal-hazırda reabilitasiya keçir. Onlardan 17-si Səhiyyə Nazirliyinin təbəçiliyində olan uşaq sanatoriyalarında müvafiq, bu həm somatik, həm də nevroloji sanatoriyalarda müalicə alan uşaqlardır. Yerdə qalan 30 uşaqdan 28-i hal-hazırda bu günləri İcbari Tibbi Sığortanın təşkil elədiyi müayinələrdən keçirlər. Onların ikisi imtahan olduğuna görə iştirak eləmir. Uşaqların əsasən yaş həddi, hal-hazırda müayinədən keçən uşaqların yaş həddi 10-18 yaş arasındadır. Uşaqların ən əsas şikayətləri daha çox travma alan uşaqlar olduğundan bunların gözlərində problemlərini biz hər dəfə müşahidə edirik. Eyni zamanda onların mədə ağrıları, narahatçılıqları daha çox somatik və eyni zamanda nevroloji problemlərin olduğunu görmüşük dəfələrlə və bu baxımdan bugün elə təşkil olunan müayinələrdə daha çox gücü psixiatra, dermatoloqa, pediatra və ümumiyyətlə dəri həkimlərinə də üstünlük verdik ki və göz oftalmoloqa üstünlük verdik. Bu günlərim hamımız həkim müayinəsindən keçdik, bütün uşaqlar. Həkimlərin bir çoxundan keçdim, bir çoxundan da sağlam çıxdım.
Qeyd edək ki, agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.